Salam əziz şagirdlər və riyaziyyat sevənlər. Bugünkü ispat videomda üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcə olmasının isbatını verəcəm. Sadə bir isbatı var, amma vacib isbatlardan biridir. Demək olar ki, həndəsənin ən fundamental isbatlarından biridir. Keçək vaxt itirmədən isbata. Deməli, üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcə olduğunu demək olar ki, yeni riyaziyyata başlamadan fərq eləmir. Bunu artıq çox adam üçbucaqlar qaydasını bilirsə, bunu da bilir. Amma isbata gələndə bəzi hallarda təəssüf ki, isbatını çıxartmaq çətinlik çəkirlər. Keçirəm isbata. Deməli, alfa, beta və fi bucaqları üçbucağın daxili bucaqları və cəminin 180 dərəcə olduğunu yazmışam. Deməli, mən üçbucağın adlandırsam, məsələn, A, B və C. Bu formada üçbucağın təpə nöqtələrini kimi adlandırsam və AC-yə paralel bir dənə düz xətt çəksəm, AC-yə paralel bir düz xətt çəkirəm və üçbucaq qaydasına görə, məsələn, daxili bucaqlara görə biz bilirik ki, iki paralel, məsələn, iki paralel düz xətt, üçüncü düz xətt kəsibsə, burada yaranan, məsələn, tutalım ki, bu bucaq alfadırsa, bu bucaq da alfa olur. Çünki daxili çarpaz bucaqlar da biri-birinə bərabərdir. Onda deməli, A bucağı alfadırsa, deməli, burada yaranan bu bucaq da alfa olur. Məsələn, tutalım ki, D bir dənə K düz xəttidir. Onda deməli, belə çıxır ki, D, B, A bucağı bərabər olur bucaq A-ya. Eyni zamanda C bucağı, eyni zamanda elə bir ki, C bucağı, yəni bucaq C bərabər olur K, bucaq K, B, C-yə. Yəni, C bucağı fidirsə, eyni zamanda K, B, C bucağı da fidir. Və aydın məsələ ki, hər hansı açıq bucağın təpəsindən tutam ki, bu formada şüalar çıxıbsa, məsələn, alfa, tutam ki, beta, fi bucağı forması, biz bilirik ki, alfa üstəgəl, beta üstəgəl, fi bucağı 180 dərəcə olur. Eyni zamanda da burada yaranan bucaqları görsəz, yaranan 3 dənə bucaq, yəni alfa üstəgəl, beta üstəgəlsin, fi bucağı da 180 dərəcədir və alfa, beta, fi də üçbucağın daxili bucaqları olduğu üçün artıq məlum olur ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmuş olur və teorem isbat olundu. Sağ olun, təşəkkür edirəm.